Nəsil şəcərəsinə əsasən belə bir sual var. Sual abituriyentlərimdən biri atıbdır və 20-lik DİM testimiz var. O kitabdandır bu sual. Baxaq, nəsil şəcərəsinə əsasən hansı ifadələr doğrudur? Əlamət resesiv olaraq irsən ötürülür. Və biz baxırıq ki, burada 3 nəsil verilib. Birinci nəsil, ikinci nəsil və üçüncü nəsil. Üçüncü nəsil. Və bu 3 nəsildə biz müşahidə eləyirik resesiv əlamətin irsən keçdiyini. Baxın, bu birinci nəsildə 1 nömrəli fərd resesiv əlamətlidir. Bir də üçüncü nəsildə 2 nömrəli fərd resesiv əlamətlidir. Və qalan fərdlər ya heterozigotdur, ya belə deyək də homozigot dominantlardır. Bu nəsil ağacı bizə onu deyir. İndi gəlin fikirlərə baxaq. Birinci nəsildəki 1 və 2-nin nigahından doğulacaq qızların genotiplərinin heterozigot olma ehtimalı 100%-dir. Birinci nəsildə 1 və 2-nin nigahından 3 uşaq dünyaya gəlib, 2 nömrəli qız, 3 nömrəli oğlan və 5 nömrəli qız dünyaya gəlibdir. Və biz baxırıq ki, bunların hamısı ağdı içərisi. Deməli, bunlar ya böyük ya böyük yadır, ya da böyük ya kiçik yadır. Böyük ya götürə bilmərik. Çünki əgər ata kiçik yadırsa, deməli ana mütləq kiçik böyük ya olub ki, onların hamısı heterozigot vəziyyətdə dünyaya gəliblər. Böyük ya kiçik ya şəkildə dünyaya gəliblər. Onda belə çıxır ki, bu fikir doğrudur. Burada qızların genotiplərinin heterozigot ehtimalı 100%-dir. Bu doğru fikirdir. Keçək ikinci fikrə. İkinci nəsildəki 1 və 2-nin nigahından doğulacaq qızların homozigot olma ehtimalı 2də 1-dir. Diqqətlə baxırıq ikinci nəslə. Baxın bu hissəyə. İkinci nəsildə 1 və 2-nin nigahından doğulacaq qızlar budur. Bunlara baxırıq ağdı içərisi. Bunlar ya böyük yadır, ya da böyük ya kiçik ya olma ehtimalındadır. Nəyə görə? Lap yoxlaya da bilərik. Əgər oğlan burada baxın, kiçik ya resesiv genotiplidirsə, deməli kiçik yanın birin anadan, digərini atadan alıbdır. Onda ana ilə ata elə heterozigot olublar ki, qızlar da böyük ya və böyük ya kiçik olma ehtimalı ilə də doğulmuş olurlar. Belə düşünə bilərik. O zaman da deməli burada 2də 1 ehtimal böyük ya, 2də 1 ehtimal da kiçik ya, böyük ya kiçik ya formasında olacaqdır. Deməli burada ikinci fikir də doğrudur. 1 də doğrudur, 2 də doğrudur. Keçək üçüncü fikrə. Üçüncü fikirdə nədir? İkinci nəsildəki 3 və 4-ün nigahından doğulacaq qızlar, deməli ikinci nəsildə 3 və 4-ün nigahından doğulacaq qızlar fenotipcə sağlam olma ehtimalı 50%-dir. Biz baxırıq ki, bu qız içərisi ağdırsa, deməli böyük ya da böyük ya kiçik ya olma ehtimalındadır. O zaman elə baxan kimi görürük ki, qızlarda orada 50% fenotipcə sağlamlıq yox, elə 100% sağlamlıq müşahidə olunur. Ona görə bu üçüncü fikir səhvdir. Dördüncü fikrə baxırıq. İkinci nəsildəki 5 və 6-nın nigahından doğulacaq. Yəni bunların nigahından doğulacaq. Oğlanların həm fenotipcə, həm də genotipcə sağlam doğulma ehtimalı 100%-dir. Yəni bu oğlanın sağlam olma ehtimalı 100%-dir. Əgər biz diqqətlə nəzər salsaq ki, ana böyük ya kiçik ya idi. Bayaq baxmışdıq, ana böyük ya kiçik ya idi, heterozigot genotipli idi. Və ata baxırıq, yenə də böyük ya da ola bilər, böyük ya kiçik ya da ehtimalında ola bilər. İndi biz hər iki halı yoxlamamız lazımdır. Böyük ya kiçik ya anadırsa, ata da olsun böyük ya kiçik ya və baxırıq ki, buradan bu oğlanların kiçik ya ehtimalda da doğulması ola bilər. Yəni burada fenotipcə düzdür ki, oğlanlar böyük ya və böyük ya kiçik ya olacaqlar, elə görsənir. Yəni fenotipcə 100% sağlamlıq var oğlanlarda, amma genotipcə sağlamlığı biz müşahidə edə bilmirik. Çünki burada yenə də kiçik ya ehtimalı var ki, bu doğulsun. Ona görə burada dördüncü fikir də səhvdir. Beşinci fikrə gəlin baxaq. Beşincidə üçüncü nəsildəki 5-in genotipi həm homozigot, həm də heterozigot olma ehtimalı var. Deməli, üçüncü nəsildəki 5-in genotipi. Üçüncü nəsildəki
5-in genotipi deməli bax bu qızdır və bunun deməli həm homozigot, həm də heterozigot olma ehtimalı var. Bəli, bu həm böyük yad ola bilər, həm də böyük ya kiçik yad ola bilər. Çünki bunun elə rəngi də bizə onu deyir və ona görə burada 5-ci fikir də doğrudur. Deməli cavab doğru oldu burada. 1, 2 və 5. Yəni D variantı doğrudur.